Bismillahirrahmanirrahim. Dedik ki, müminin 8 xüsusiyyəti var, 8 əlaməti var. Onlardan bəzilərini ötən görüşümüzdə qeyd elədik. Növbəti xüsusiyyət və la yazlimul a'da. Müminin növbəti əlaməti və nişanəsi bundan ibarətdir ki, düşmənə zülm eləməz. Maraqlısı budur ki, dosta, yaxına, əzizə zülm eləməz, bu məlumdur. Amma hədis bizə buyurur ki, mömin gərək düşməninə də zülm eləməsin. Ola bilər bir düşmən hər hansısa bir cinayəti törədib, günahkardır. Amma onun günahının müqabilində qanun çərçivəsində onunla rəftar olunmalıdır. Nəinki özündən ona əziyyət eləyəsən, nəinki özündən ona zülm eləyəsən. Bu icazəli deyil. Mömin gərək qanun çərçivəsində öz düşməninlə rəftar eləsin. Həddindən ziyadə ona zülm eləməsin. Bu hədisin təəccüblü nöqtəsi bundan ibarətdir ki, nəinki dosta, insanın heç öz düşməninə zülm eləməyə belə haqqı yoxdur. Möminin növbəti xüsusiyyəti, bu da çox maraqlıdır. Və la yətəhəməlu aləl əstiqa. Təhamül, həddindən artıq gözləntidə olmaq. Təhamül, yəni bir kəsi həddindən artıq təzyiqdə saxlamaq. Hədis bizə bunu çatdırır ki, mömin öz dostlarını həddindən artıq təzyiqdə saxlamamalıdır. Mömin öz dostlarından həddindən artıq gözləntidə olmamalıdır. Onları həddindən artıq yükləməməlidir. Bir kəsi görürsən, məsələn, düşməni ilə qarşılaşanda can üstü olan adama bənzəyir ki, gözləri hədəqədən çıxıb, nəfəs belə ala bilmir. Amma elə ki, dostu ilə qarşılaşdı, başlayır deyinməyə. Niyə filan iş belə oldu, niyə filan iş elə oldu, həddindən artıq baskılar, həddindən artıq təzyiqlər. Dost burada nisbətən ümumi mənanı da kəsb eləyə bilər. Məsələn, insanın yaxını, əzizi, hətta ailə üzvləri. Məsələn, görərsən, həddindən artıq öz ailəsi ilə rəftarında gözləntisi çoxdur, həddini aşır. Evdə ailə üzvləri ilə danışanda elə deyinir, niyə bunu belə elədiniz, niyə bunu elə eləmədiniz. Amma mömin o kəsdir ki, o öz əzizini, dostunu təzyiq altında saxlamaz. Onu həddindən artıq yükləməz. Bu hədisə əsasən möminin digər əlaməti bundan ibarətdir. Bədənuhu minhu fi ta'ab. Bədəni, canı özü tərəfindən daim çətinlikdədir. Yəni öz canını daim zəhmətə salar. Nəinki başqalarını zəhmətə salar, əziyyətə salar, özü rahatçılıq içindədir. Bu çox mühüm məsələdir. Mömin o şəxsdir ki, daim özünü işə verər, özünü əziyyətə salar. Öz bədəninə həddindən artıq istirahət verməz. Bu ibadət sahəsinə də aid ola bilər. Məsələn, namazlarını qılır, hətta qəza namazlarını da qılır, hətta müstəhəb namazlarını da qılır, orucunu tutur. Yəni çalışır canını əziyyətə salsın. Çalışmır canını rahatçılıqla yola versin. Və yaxud da ictimai ya şəxsi vəzifələrini icra eləməkdə hamıdan çox çalışmağa çalışar. Hamıdan çox zəhmət çəkməyə çalışar. Hamıdan çox özünü əziyyətə salar. Bu möminin xüsusiyyətlərindəndir. Amma ardınca hədis buyurur ki, وَالنَّاسُ مِنْهُ فِي رَاحَةٍ. İnsanlar isə ondan rahatdılar. Yəni, özünü zəhmətə salır, əziyyətə salır, amma insanları zəhmətə salmır. Əksinə, insanlar ondan həmişə asayişdədirlər, rahatçılıqdadılar. Yəni, insanlar üçün dərdisər çıxartmır. Çox mühüm məsələlərdəndir.